Manyölünün Qızılhacılı kəndində izdihamlı aşura mərasimi keçirilir. Səhər saatlarından etibarən kənddəki İmam Həsən əleyhissalam məscidinə toplaşan sakinlər İslam Peyğəmbəri Məhəmmədin əziz nəvəsi İmam Hüseynin və Kərbəla şəhidlərinin əziz xatirəsini yad ediblər. İştirakçılar mərasim zamanı sinə vurub, göz yaşı töküblər. Məscidin Axundu Fuad sahibin Qurani Kərimdən ayələr tilavəti ilə başlayan mərasimdə Axund Hacı Əli Əliyev çıxış edərək müsəlmanları birliyə və həməyliyə çağırıb, əxlaqi dəyərlərin cəmiyyətdəki rolundan bəhs edib. Daha sonra din xadimi Hacı Qurban Murquzov Aşura gününün mahiyyəti və Kərbəla hadisələri barədə geniş məlumat verib. O, eyni zamanda çıxışında cəmiyyətin ən ciddi problemlərindən olan narkotik maddələrin zərərləri və onun fəsadları haqqında danışır. O analar, o atalar yazıqdılar sizi böyütmək üçün, sizin o xoş günlərinizi görmək üçün. Səhər yuxudan qalxır, yağış demir, su demir, ruzi dalınca gedir. Sən gəncsən, cavansan, anlamırsan ola bilsin, elə bilirsən xoşbəxtçilik yodur, elə bilirsən mərdlik yodur, elə bilirsən kişilik yodur. Bir müddət keçir, ya gözünü açırsan türmədə, ya başının üstündə Fatihəni oxuyurlar, yazıqsınız. Bu illətdən uzaq olun, bu günahdan uzaq olun, ata-analarınıza hörmət eləyin, yazıqdır o valideynləriniz. İstər türməyə düş, istər qəbrə düş, fərqi yoxdur, o ağrını, o acını ata-anan çəkir. İmam Hüseynin bayraqlarının dalğalandığı mərasimdə Kərbəla şəhidlərinin xatirəsinə həsr olunmuş mərsiyələr oxunub, sinəzən vurulub. Hər şəhidcun əzairi Zəhradi. Aşura mərasimi ölkənin və dünyanın rifahı üçün edilən dualarla yekunlaşıb.